Azərbaycanda diabet xəstələrinin əksəriyyətini 30 yaşdan yuxarı şəxslər təşkil edir. Rəsmi statistika göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu qadınlardır. Eyni zamanda xəstələrin 90%-dən yuxarısında insulindən asılı olmayan diabet növü aşkarlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə qeydiyyatda olan 344.577 diabet xəstəsinin 27.326 nəfəri insulin asılı, 317.251 nəfəri isə insulin asılı olmayan şəkərli diabetdən əziyyət çəkir. Beləliklə, diabet xəstələrinin təxminən 92%-i insulin asılı olmayan diabet növünə malikdir. Maraqlıdır, bu xəstəlik niyə sürətlə artır və xəstəliyin qarşısını almaq mümkündürmü? Sadəcə Azərbaycanda deyil, dünyada şəkərli diabetin sayında artım müşahidə olunur və bunu əslində bir səbəblə açıqlamaq doğru bir şey deyil. Bunun bir çox faktorial səbəblər var ki, bunların birincisi də metabolik sindromun günü-gündən artmasıdır ki, yəni peyğəmbərin artması, İnsanlarda oturaq həyat tərzinin daha çox olması, qidalanma faktorları və bir də əlbəttə ki, günümüzdəki bəzi stres faktorları buna gətirib çıxarda bilər. Qadınlarda da ən çox görülmə səbəbi əslində yenə dediyimiz kimi, bir tərəfdən bir baxdığımızda əslində qadınlar profilaktik müayinələrə daha tez-tez gəlirlər. Məsələn, kişilər tez-tez müayinələrə gəlmir və qadınlar mütəmadi müayinələr gəldiyinə görə, yəni orada şəkər diabetinin aşkarlanması kişilərə görə daha çox müşahidə olunur. Bundan başqa hormonal dəyişikliklərə görə menopozaya nəzərə alaraq, qadınlarda bunun da bir risk faktoru var. Bir də əlbəttə ki, qadınlarda daha çox oturaq həyat tərzinin olması, peyğəmbərin kişilərə görə daha çox olması. Müasir cəmiyyətimizin ən qlobal problemlərindən biri piyələnmədir. Bu, müəyyən xəstəliklərə də yol aça bilər. Elə götürək insulin müqaviməti, yəni mədə-altı vəz başlayır normadan çox insulin ifraz eləməyə, başlayır insanda qrelin hormonuna təsir göstərir, başlayır insan yedikcə yeməyə. Əhalinin artıq müəyyən bir qismi insulindən asılı olmayan diabet, ikinci tip şəkərli diabetiklər, bunlar daha çox çəkiyə meyillidirlər. Artıq çəkili insanların həyatı təhlükədədir. Çünki qaraciyərə dağıdıcı zərbə vurur, qaraciyərdə piyələnmə mədə-altı vəzin funksiyasına təsir göstərir, insanın bütün sinir sisteminə mənfi təsir göstərir, yeniyetmələrdə hətta uşaqlar aqressiv olurlar, panik atak və müxtəlif xəstəlikləri gətirib çıxarır, qanda xolesterol artır, triqliseritlər artır, ürəyə gedən yollarda tıxac əmələ gəlir. Şəkəri qəbul etmə saatı da vardır. Məsələn, günün birinci yarısı orqanizm xeyirli şəkəri qəbul edir. O bizim bütün energetik mənbəyimizə, baş beyni bayaq dediyim kimi hüceyrələrinə müsbət təsir göstərir. Amma saat 2-dən sonra, məsəl üçün, ağır yemək yemişəm, yeməkdən sonra meyvə yemək artıq bu ağır şəkər oyadır. Ümumiyyətlə, şəkərli diabetlə mübarizənin ən doğru yolu birinci həyat şəraitinin dəyişdirilməsidir. Nədir bu həyat şəraitinin dəyişdirilməsi? Birincisi, aktiv həyat tərzi olunacaq, mütəmadi olaraq yürüyüşlərin, idmanların həyata keçirilməsi vacibdir. Bunun ikincisi isə yemək vərdişləridir ki, qidalanma vərdişləridir ki, bunlar düzəlməlidir bəlkə. Yəni, maksimum dərəcədə balanslı qidalanmalıdır, fast food qidalardan uzaq durulmalıdır. Kalorisi yüksək qidalara çox da üstünlük verilməməlidir və mütəmadi olaraq da həkim kontrolunda, müayinələrində olmalıdır ki, yəni bir növ biz peyğəmbərin metabolik sindromun qarşısını alarsak, şəkərli diabetin də demək olar ki, qarşısının çox hissəsini artıq almış olaraq. Mütəxəssislər bildirirlər ki, ikinci tip diabetin böyük hissəsinin qarşısını sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi müayinələrlə almaq mümkündür. Buna görə də həkimlər xüsusilə risk qrupunda olan şəxslərə qan şəkərini mütəmadi yoxlatdırmağı tövsiyə edirlər.